Deməli, Platona inanmaq olarmı? Atlantida ilk dəfə qədim Yunan mütəfəkkiri Platon tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitədir. Platon Atlantida faciəsi haqqında məlumatları babasından, onun isə Misir rahiblərindən eşitdiyini bildirərək yazır. Dəhşətli zəlzələ və su basması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində qərq oldu ya da batdı. Bəşər tarixini ya da yoxa çıxdı, yer üzündən silindi. İndi baxır məcazi istəyir, yoxsa həqiqi. Ya da dənizin dərinliklərində tarixə qovuşdu. Nə bilim, belə. Bəşər tarixinin sonraki dövrlərində də Atlantidanın taleyinə elm adamları maraq göstəriblər. Onların bəzi Atlantidanın ağır nəticələrə səbəb ola bilən fəlakətli təbiət hadisəsi nəticəsində məhv olması ilə bağlı Platonun görüşlər sisteminə onun uydurması sayırdılar. Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. 1882-ci ildə Atlantida su basma öncəsi dünya əsərini qələmə alan Ignatius Danelli hətta Atlantologiyanın atası sayılır. O, Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahisə irəli sürmüşdü. Danellinin davamçılarından olan William Scott Elliot 1896-cı ildə yazdığı Atlantida tarixi adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. Scott Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə Atlantida bizim eradan yüzlərlə min il əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiya malik olub. Bu qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Scott Elliot bu qitəni çökdürən 4 fəlakət müəyyən edib. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Amerika materiki bu nəhəng qitədən ayrılıb. İkinci geoloji fəlakət 200 min il əvvələ təsadüf edir. Atlantida ikiyə bölünüb. Daha dəhşətli üçüncü kataklizm isə 80 min il əvvəl baş verir. Baxın uşaqlar, kataklizm sözünün mənasını ilk baxışda müəyyən eləmək olmaz da. Yəni mətni oxumasan bilmərsən nədir. Və yazıb ilk kataklizm, sonra yazıb ikinci geoloji fəlakət, sonra yazıb üçüncü kataklizm. Buradan bu qənaətə gəlmək olar ki, kataklizm sözünün mənası nədir? Geoloji fəlakət. 80 min il əvvəl baş verib, ancaq bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Nəhəng Atlantida sadəcə adaya və Poseidonidaya çevrilib. Platon haqqında danışılan Atlantida da əslində onun kiçik hissəsi olan Poseidonidadır. Nəhayət eradan əvvəl 9564-cü ildə 4-cü və sonuncu fəlakət baş verir. Okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görünüşünü alıb. Scott Elliot məlumat verir ki, Atlantidanın qızıl əsrinin sonunda reaktiv aviasiya sahəsi yüksək inkişafa çatıb. Əlbəttə, belə mükəmməl aparatlara malik olsaydılar, Atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdi. Ancaq ali təbəqənin təmsilçilərinin Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə, Venera və Marsa pənah apardıqları barədə iddialara rast gəlinir. Göründüyü kimi Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr mövcuddur. Bu mülahizələrin hər bir adam belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər verir. Ancaq bəşər övladı Atlantida müəmmasını açmaq üçün hələ də etibarlı maddi sübutlara sahib deyil. Baxırıq 461-ci sualımıza. Deməli, deyir ki, uyğunluğu müəyyən edin. Hətta Atlantida şəhərinin su altında batdığı güman edilən ərazidə aparılan sualtı araşdırmalarda okeanın dibində sıralanmış böyük daşların insan əli ilə sıralanması burada həqiqətən də vaxtilə sivilizasiyanın olmasını düşünməyə əsas verir. Deməli, burada bunu əsasa yazarıq. Çünki 3-cü abzas var. Bax, orada buna uyğun hissə var. Deyir ki, Atlantida
bizim eradan yüzlərlə min il əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiya malik olub. Bu qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Hətta Atlantida şəhərinin su altında batdığı güman edilən ərazidə aparılan araşdırmalarda. Deməli, bu 3-cü abzasda gəlir düşürsə əsassa, mən anı hara yazacağam? Əsas hissəyə. Düzdür. Yoxsa nəticəyə? Dən baxın. Yox, bir dəqiqə 6-cı abzasa yaza bilərik bunu. Bir dəqiqə. 6-cı abzasa deyir. Göründüyü kimi Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr mövcuddur. Bu mülahizələr hər bir halda belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər verir. Hətta Atlantidada deyir, böyük daşların insan ilə sıralanması burada həqiqətən də vaxt sivilizasiya olmasını düşünməyə əsas verir. A-nı yazacağım 3-ə. 3-ə A-nı yazacağım. Yazdım. Hesab edirlər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Orada hansı ki Platonun fikirlərini necə deyim, tənqid edirlər. Deyir ki, Platonun görüşlər sisteminin onun uydurması sayırdılar deyir. Bax, 2-ci abzas. 1-ci abzası giriş götürsək, bunu 2-ci abzasa yazsaq. B gəlir düşür əsasa. B-ni yazdım əsasa. 2-yə B-ni yazanda Y gedir. Mən niyə silmirəm sərdən variantları? Gedir. Bu da gedir. Bu da gedir. Maşallah. 3-ə də A-nı yazanda cavab C qalır. İncə digərlərini yoxlayaq. Yoxlayaq görək düz deyirik. Suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib, vulkan külü dənizin suyunu qatlaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ay, sağ ol. Bu biz hara gedir? Suyun altında qalıb deyir. Udur tamamilə. Deyir ki, okean Atlantidanı həmişəlik udub. Suyun altında qalmış Atlantidanın. Bu da yenə əsasa düşür. Çünki 6-cı abzas nəticədirsə, yenə hara düşür əsasa? 2 B ilə C getməlidir. Həqiqətən də cavab C variantını ödəyir. Biraz uzun çəkir sualın həlli. Biraz elmi publistikaya yaxın olduğu üçün çətindir tapmaq. Amma tapmaq olur. B-ni C-ni əsasa yazdıq. A-nı nəticəyə yazdıq. D-də. Deyir, Atlantların yaşadıkları ərazini böyük filosof öz əsərində dəqiq məkan göstərmir. O yalnız indiki Cəbəlüt-Tariq boğazının ətrafını nişan verməklə kifayətlənir. O birsiz hara yazılır? 1-ci abzasa. O deyir, Atlantida adası da dənizin dərinliklərindən qovuşur, qərq olur dedik. Sonra orada Niyazi bəy Atlantida faciəsi haqqında məlumatları babasından filan eşidir və sadəcə deməli, onların məkanı dəqiq göstərtmir. Sonra ya da günümüzdə Atlantida barəsində eşitməmiş insana nadir hallarda rast gəlmək olar. Ay, nə gözəl. Biz də o nadir insanlardan biriyik. Yeni də yazdırıq girişə. Zaten elə fikir ancaq girişə yazılar da. D ilə də Y gedir girişə, cavab o C variantı. Şükür Allaha. Gəldik, çıxdıq 462-ci suala. Deyir, Poseidonidanın məhv olmasından əvvəl. Bunu silək birinci. Poseidonidanın məhv olmasından əvvəl Atlantidada baş verən kataklizmlər üçün ortaq nəticədir. Yəni, Poseidonidaya çevrilib nə vaxt? Bu dəfə də Atlantida öz mövzunu qoruyub. Nəhəng Atlantida sadəcə adaya Poseidonidaya çevrilib. Baba, bizə 4-cü abzas lazımdır. Bu hissə lazımdır bizə. Ki, məhv olmasından əvvəl Atlantidada baş verən kataklizmlər üçün ortaq cəhət nədir? Ərazinin kiçilməsi. Baxın, ilk kataklizmi narıncı ilə göstərəcəm. İlk kataklizmdə, yəni birinci kataklizmdə nə baş verir? Amerika materiki qitədən ayrılır. Amerika balacalaşdı. İkinci kataklizmi səhra ilə göstərəcəm. İkinci kataklizmdə nə olur? Atlantida ikiyə bölünür. Yenə ərazi kiçilməsi var. Üçüncü kataklizmi yaşılla göstərəcəm.
deyir ki, Atlantida sadəcə Poseidonidaya çevrilib. Bu bəs danışdı Atlantidasından kiçik Samson Poseidonidadır. Üstünə sezon ancaq bu dəfə də Atlantida qoruyub, nəhəng Atlantida sadəcə adaya çevrilib. Yəni o boyda Atlantida nəyə çevrilib? Adaya çevrilib. Ərazi kiçilməsi var uşaqlar. Bir hamısı üçün ortaqdır. Ərazinin yox olması uşaqlar. Orada deyir ki, Atlantida öz mövcudluğunu qoruyub saxlayır. Baxın görürsüz yazıb öz mövcudluğunu qoruyub saxlayır. Deməli yoxa çıxma fikri yanlışdır. İkini silirik. Su basma. Uşaqlar su basmadan söhbət getmir. Deyir qitə zad ayrıldı. Yəni 3-ü də yazmırıq. 2 3 konkret səhvdir. A, B, Y getdi. Dəniz sərhədlərinin müasir formada müəyyənləşdirilməsi bütün kataklizmlər üçün ortaq deyil. Çünki ilk kataklizmdə də, ikinci kataklizmdə də müasir forma yaranmayıb. Ona görə 4-də səhvdir. Bir də götürəcəksiniz 5-i. Quru sahəsində dəyişiklik. Bəli. Materiklər, qitələr, bölünmələr hamısı harda baş verir? Quru sahədə. Ona görə 1 ilə 5 D variantı. Biraz vaxt tələb edin. Gör, 11 dəqiqədir. Mən normalda 11 dəqiqə ucu qapalı qutarım. Hələ 2 sual izah eləmişəm. Keçdik 463-ə. Mətnə əsasən uyğun fikirləri. Nə gözəl. Kataklizmlər yer kürəsində ciddi dəyişikliklər etməyə qadirdir, düzdür. Yəni 800 min il əvvəl baş verən kataklizmdə Amerika materiki qitədən ayrılıb. Əlbəttə ki, ciddi bir dəyişiklikdir, doğrudur. Platon məlumatlarında yazılı mənbələrə əsaslanır. Bu uşağı səhvdir. Çünki birinci abzasda deyir ki, Platon Atlantida faciəsi haqqında məlumatları babasından, onun isə Misir rahiblərinin eşitdiyini bildirərək yazır. Görürsünüz, yazılı mənbə deyil, eşitdiklərinə əsasən yazır Platon. Deməli, 2 nədir? Yanlışdır. Keçirik 3-ə. Tədqiqatçılar Atlantidanın yoxa çıxmasının tədrici proses olduğunu söyləyirlər. Bu fikir doğrudur. Çünki Atlantida 4-cü abzasa əsasən yoxa çıxır, düzdürmü? Tədricən 800 min il əvvəl birinci kataklizm olur, parçalanır. Sonra bir dəfə də parçalanır. Sonra bir dəfə də parçalanır. Axırda yoxa çıxır, suya qərq olur tamamən. Bu fikir doğrudur. Günümüzdə mövcud olan bir neçə materikin yaranmasının Atlantidanın məhvinə səbəb olan kataklizmdən qaynaqlandığı göstərilir. Uşaqlar, bu yanlışdır. Niyə? Çünki mətndə sadəcə Amerika materikindən danışır və mövcud olan bir neçə materik deməsi artıq gətirir fikri yanlış qılır. Sonra gəlirik ehtimal hissəsinə. Atlantida elmi əsərlərə mövzu olmuşdur. Bu doğrudur. Çünki Atlantida su basma öncəsi dünya əsərini qələmə alan Ignatius Danelli Atlantida haqqında yazıb. Deməli, bu da elmi əsərdir, doğrudur. Atlantida Atlantik okeanda mövcud olmuş qitədir. Ola bilər, ona görə Atlantida adlansın. Bu olur nə? Ehtimal. İndi uyğun istəyirsə doğrunun doğru yazılması 1, yanlışın yanlış yazılması 4, ehtimalın ehtimala yazılması doğrudur. 1, 4, 6 A variantı. Şu bu səhifədə kimisə problemi var bu 3 sualda. Düşüb ha, qəbul mətnidir. Beləsi düşər. Ya qulaq asmırsınız, ya da problem yoxdur. Doğru bilmirəm. Aha. Deməli, 464. Deyir, Atlantida ilə bağlı hansı fakt mətndə əksini tapmamışdır? Atlantida təxminən 12 min il öncə okeana qərq olub. Təxminən deyir 12 min il öncə. Atlantida qərq olub eradan əvvəl
9564-cü ildə. Eradan əvvəl 9564-cü il. Bir də biz neçənci ildə yaşayırıq? Yadımdan. 2025-də, düzdür? 2025. Eradan əvvəl olanda toplanır uşaqlar. 9564 ilə toplayırıq. Bir riyaziyyatımız çatmır. 9, 8, 5, 11589 eləyir. Bu da təxminən 12000 il deməkdir. 12000 il. Çatdı nə deyirəm? Yəni eradan əvvəl 9564-də udubsa su, biz də 2025-də yaşayırıq. İllər toplanır. Düzdür? Düzdür. Deməli A düzdür. Bunun təsdiqi var. Atlantidadan ayrılan böyük bir parça indi də mövcuddur. Bu da düzdür. Amerika materikindən söhbət gedir uşaqlar. Deyir, ilk kataklizmdə Amerika materiki nəhəng qitədən ayrılıb. Amerika materiki indi də mövcud olduğuna görə B də düzdür. Amerika Atlantidadan ayrılmasına baxmayaraq onun koloniyasıdır. Uşaqlar, mətndə koloniya söhbətin getmir. C səhvdir. Atlantidada yüksək texnoloji inkişafa nail olmuşdu. Bu da düzdür. Niyə? Çünki burada axırda deyir ki, reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı Atlantidanın qızıl əsrinin sonunda. Reaktiv aviasiya sahəsinin inkişafı da zaten texnoloji inkişaf deməkdir. Bu da düzdür. Atlantlar başqa planetlərlə əlaqə yarada bilirdilər. Bu da düzdür. Çünki o deyir ki, Marsa filan pənah aparırdılar. Nəsə bir şey var deyib. Qırmızı ilə göstərirəm. Venera və Marsa pənah apardıqları barədə iddialara rast gəlinir. Yəni, mətndə bunu əsaslandıra biləcəyimiz fakt var. Dayana biləcəyimiz bir fakt var. Cavab olur C. Aha, mətndə nöqtələrin yerinə uyğun gələn məcazi məna. Görsən, nə deyir? Məcazi məna. Bax, məsələn, mən ora qərq oldu yaza bilərəm, amma qərq oldu məcazi məna deyil. Uşaqlar. Ona görə B-ni silirəm, D-ni silirəm. Yaddan çıxdı, özünü itirdi, nə əlaqə? Özünü itirmək, Atlantida özünü itirdi zat. Suyun dərinliklərində özünü itirdi. Yox, 1. Ürəyə getdi, huş itdi. 4-ü də silən kimi cavabım hazırdır. Şükür Allah, bir də normal sual. Yoxa çıxdı, bir də gözdən itdi. Cavab olur A variantı. Gələ bu səviyyədə düşədə imtahan. Tema olar. Aha. Deyir, tünd qara hərflərlə verilmiş sözlərin şərhinə uyğun mətnin ikinci abzasında ifadələr işlənmişdir. Həmin ifadələri yazın. İkinci abzasda ha. Deməli, tünd qara hərflərin qarşılığı ikinci abzasda verilib. Deməli, konsepsiya. Konsepsiyanı mən o şeylə göstərirəm. Qarşılığında göstərəcəm. Platonun görüşlər sistemi. Konsepsiyanın ikinci abzasdakı qarşılığı görüşlər sistemidir. Kataklizm. Qırmızı ilə göstərəcəm. Kataklizmin ikinci abzasdakı qarşılığı fəlakətli təbiət hadisəsi. Düzdür? Çünki biz burada da gördük, geoloji fəlakət yazmışdı. Amma bizə o lazım deyil. O lazım deyil. Çünki sən deyil, ikinci abzasdakı qarşılığını yaz. Sonra başqa tünd qara var idi. Yox idi. Şöyle ikisi. Deməli, konsepsiya, görüşlər sistemi, kataklizm, fəlakətli təbiət hadisəsidir. Asan sual idi nisbətən. 467. Yunan, German, Slavyan, Çin, Hindu və digər xalqların qədim mifoloji rəvayətlərində od saçan və səs-küy ilə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə rast gəlinən çoxsaylı məlumatlar konsepsiyaya görə Atlantida sivilizasiyasının texnoloji inkişafı haqqında
öz təsvirini dəyişmiş dumanlı haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Müddəasını mətnin neçənci abzası ilə əlaqələndirmək olar deyir. Əlbəttə ki, bu mətnimizin 5-ci abzasıdır. Səbəbini izah edirəm uşaqlar. Bizim buradakı açar sözümüz texnoloji inkişafdır. Və mətnimizin 5-ci abzasında da bizim reaktiv aviasiya sahəsindəki inkişafımız, kosmik raketlər barədə inkişafdan danışır, düzdürmü? Yazırsınız 5-ci abzas, çünki həmin abzasda reaktiv aviasiya sahəsində inkişaf və kosmik sahədə inkişafdan danışılır və bu müddəadan o faktları əsaslandırmaq olar. Ignatius Donnelly və William Scott Elliot ortaq cəhət Atlantida mövzusunda əsərlər yazmaqlarıdır. Fərqli cəhətləri mətndən copy-paste edib yapışdırırıq. Ignatius Adabaxayevalar. Ignatius Donnelly yazırsınız, Atlantologiyanın atası sayılır. Özü də Platonun fikirlərini dəstəkləyir uşaqlar. Çünki deyir, o Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdür. O iki dənə fikri yazdınızmı? Atlantologiyanın atası sayılır. Bir də Platonun reallıqda mövcud olmuş nəhəng adını təsvir etməsi haqqında mülahizə irəli sürmüşdür. Kitabının adında yaza bilərsiniz. Atlantida su basma öncəsi dünya əsərini qələmə almışdır. 1882-ci ildə. Bunun içini qırmızı ilə göstərdim. Digərini göstərəcəm göylə və highlightla. William Scott William Scott yazarsınız ki, 1896-cı ildə yazdığı Atlantida tarixi adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. Sonra yaza bilərsiniz ki, o deyir ki, Atlantida bizim eradan yüzlərlə min il əvvəl yüksək inşa sənətinə malik olub. Bu şimdi orada nə fikirlər göstərsə onları götürüb yazırsınız qısacası. Yəni asandır, kopyala yapışdır. Hər ikisi də Atlantidaya dair kitab müəllifidir. Ortağı da budur. Gəldik, çıxdıq 469-cu suala. Bu vaxta qədər izah elədiyim ən iri mətn ola bilər. Sözlərin üslubu funksiyası, yəni poetik, informativ yoxsa terminoloji bunlara baxacaq və fərqli funksiyada işlədəcəyik. Daha mən cədvələ qayıtmayacağım, elə direkt mətn üzərində izahını verəcəm. Birinci sözümüz deməli nəhəng ada. Şu an nəhəng ada həqiqi mənadadır. Yəni, həqiqətən nəhəng ada ola bilər. Nəhəngi indi poetikdə zəddə işlətmək var da, yəni. Məsələn, deyirəm ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyat tarixinin ən nəhəng simalarındandır. Düzdür, biraz belə qəribə çıxa bilər, amma böyük şair Nizami Gəncəvi deyiriksə, ümid edirəm problem olmaz. Yəni, nəhəng, çünki etalonda da şey yazıb. Ədəbiyyatımızın nəhəng simalarından biridir, hə. Elə eyni tip yazıb. Sonra, dolğun məlumat mətndə poetik funksiyadadır. Uşaqlar, dolğun məlumat olmaz. Yəni, məcazidir, hər tərəfli məlumat anlamını verir. Uşaqlar, həqiqi mənada dolğun üz yaza bilərsiniz. Yəni, biz mənada dolğulu, sifətinə dolğu elətdirən qadınlar var. Məsələn, o tarz. Düşünə bilərsiniz. Onun dolğun, keçən uşaqlar şey yazmışdı, onun dolğun dodaqları var idi yazmışdı. Bu da olar bu arada. Dolğun yanaq, dolğun dodaq, dolğun insan, yəni nə mənada? Kök yazmaq olar. Yəni, mətndə olur hansı mənada? Deməli, poetik, həqiqi mənada da şey yazsınız. Qoy onları qeyd eləyək. Deməli, nəhəng ada mətndə olur informativ.
Dolğun məlumat mətndə olur poetik. Udub deyir. Atlantida həmişəlik olaraq onu udub. Bu əlbəttə ki, məcazidir. Mətndə poetik. C-də yazacaqsınız, informativdə yazacaqsınız ki, o yeməyi udub sözə başladı. Ağzındakı, məsələn, loxmanı udub sözə başladı. Dolğun insan yoxsa dolu insan? Dolğun insan olmuyor. Yox, olur. Dolğun insan. Deyirəm ki, orta boylu, dolğun insan idi. Yəni, dolu insan idi. Dolu da deyirlər, bəli, dolğun da deyirlər. Yəni, kilolu. Dolu elə bil tamamilə full kök kimi gedir, kimə gəlir. Dolğun da deyəndə belə də orta köklükdə. Belə tam obez deyil, amma kökdür də yəni. Ən qəşəng cümlə, yəni keçən illəri yazmışdı uşaqlar. Hansı müğənninin adını yazmışdı? Yazıb ki, onun dolğun dodaqları səhnədə parıldayırdı. Yəni belə cümlə yazanlar var idi. Amma düzdür də, yəni onu kim səhv götürə bilər ki, heç kim düz yazıb. Dolğun dodaq. Doğru yəni, həqiqidir. Aha, 470. Deyir, Atlantida haqqındakı ilk məlumatlara ciddiyyətli münasibət olmuşdu. Belə ki, uşaqlar, Atlantidanın bir tərəfdən, niyə belə oldu? Bir tərəfdən deyirdilər ki, Atlantida həqiqətən mövcud olub, belə bir şey var. Bir tərəfdən də deyirdilər ki, o mövcud olmayıb. Yəni belə. Məsələn, deməli, bax, yazırsınız ki, bir tərəfdən Platonun görüşlər sistemini onun uydurması sayırdılar. Ay, Allah. Digər tərəfdən isə Platonun məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da var idi. Yox deyil, yerinə var idi yazında. Bu nə cümlədir? Bir tərəfdən bu, digər tərəfdən bu. Belə yazmalısınız. Aydın oldu. Bu mətnlə bağlı kimin nə sualı var? Nəyi başa düşmədi? Çünki bu tərz mətni artıq 2 ildir salmırlar. Bir ehtimal, hər ehtimal düşə bilər bu tərz.